Salam dostlar, bu videoda sizə Honor X8 seriyasının sonuncusu olan X8D haqqında məlumat verəcəm. Qutu açımı ilə başlayayım. Bu smartfonumuz və onun altındakı qutuda silikon şəffaf kabra və sim yuvanı açan iynə, ağ USB naqil və 45.1 W'lıq sürətli yığan adapter başlığı qutu içəriyindən çıxır. Cihaz batareyası yüksək olduğu üçün belə bir sürətli yığan adapter başlığı ilə gəlir. Smartfonun önündə tək kamera və qulaq spikeri, ekranda qoruyucu qat var, üstündə ekran işığını tənzimləyən sensor və kamera mikrofonu, sağında səs və güc düymələri, barmaq izi ekran altındadır. Altında spiker, Type-C giriş, mikrofon və sim yuvası, 2 nömrə dəstəkləyir, yaddaş kartı yeri yoxdur. Solunda əlavə düyməsi var, qısa yol düyməsidir. Arkasında 2 kamera və tək flash işıq yerləşdirilib. Korpusu və kənarları plastik materialdandır. 3 rəngdə satışa buraxılıb. Ekran 6.77 inç Full HD Plus 120 Hz'lik AMOLED paneldən ibarətdir. Bu modelin ən xoşladığım tərəfi ekran görüntünün keyfiyyətidir. Çox parlaq və rənglidir. Smartfonun ümumi ölçülərini və çəkisini qeyd etmişəm. Honor X8D'nin sistemi Android 16 və arayüzü Magic OS 10'dur. Snapdragon chipseti ilə təchiz olunub. 128 və 256 GB ilə ölkəmizə satışa gəlib. Ümumi parametrlərə bu bölmədən baxa bilirsiniz. Smartfonda NFC və ekran görüntünü hava ilə TV-yə ötürmə özəlliyi var. Ekranın yenilənmə tezliyini buradan dəyişmək olur və 120 Hz kimi dəstəkləyir. Telefon cildində barmaq izi və üz tanıma yer alır. Barmaq izi ekran altındadır. Proqramlar bölməsinə baxsaq, əkiz proqram özəlliyini daşıdığını görürük. Yəni, WhatsApp üçün proqramın kopyasını yaradıb, ikinci hesabı işlətmək olur. Batareyanın faizini göstərsin deyə bunu aktiv edirəm. 83% var. Qısa yollar və jestlər bölməsini oxuduqca anlamaq rahatdır. Sizə lazım olan özəllikləri aktiv edə bilirsiniz. Misal üçün, 2 dəfə güc düyməsinə toxunduqda sizin üçün nələr edə biləcəyi yazılıb. Digər Honorlar kimi bunda da oynaq sensoru mövcuddur. 2 dəfə belə toxunaraq ekran şəkli əldə etmək olur və ya ekranda istədiyiniz yeri kəsib şəkil kimi götürə bilirsiniz. Soldakı yardımcı düymə sizə qısa yol təqdim edir. Buradakı proqram sayını azaldıb çoxaltmaq da mümkündür. Telefon profilini dəyişib, boş bir telefon etmək olur. Kiməsə verdikdə məlumatlarınızı görməyəcək. Bir də ikinci sahə dediyimiz özəlliyi bunda axtardım. Həmin yer bunlarda paralel yer adlanır. Təəssüf ki, bu özəllik X9 və üst modellərində olur. Sistem naviqasiyasını buradan dəyişirsiniz. Ekran eyni anda 10 barmaq toxunuşunu dəstəkləyir. Sensorlarına baxaq. Akselerometr yaxşı işləmədi. İşıq sensoru üstədir və normal işləyir. Çox adam bunu infrared port, yəni X-port bilir. Kompas yoxdur. Yaxınlaşma sensoru jest ilə işləyir. Yalnız qulağa apardıqda ekran sönməyə başlayır. Kompas olmadığı kimi jiroskop dəstəyi də yoxdur. Smartfonun kamerasında geniş buzaq çəkilişi mövcuddur. 3 dəfə yaxınlaşması var. İkili baxış özəlliyi həm qabaq, həm də arxa kamera ilə video çəkiliş imkanı yaradır. Video çəkilişində həm arxa, həm də qabaq kamera maksimum Full HD 30 FPS video qeyd edə bilir. Antutu benchmark nəticəsi normaldır. Oyun testimizə keçək. Batareya 83%dir. Nəzərinizə çatdırım ki, bayaqdan 83'də qalıb. 10 dəqiqəni qoşub oyuna daxil olaq. Honor X8D gücünü 8 nüvəli yeni istehsal olunan Snapdragon 6S 4G Gen 2'dən alır.
Videoqrafik yaddaş Adreno olaraq vurğulanıb, lakin neçə olduğu məlumat verilməyib. PUBG oyun qrafikası ən aşağı qrafikdə 60 FPS-i rahat verir. Aşağı qrafikdə isə 45 FPS, orta qrafikdə 30 FPS-i dəstəkləyir. RAM 8, daxili yaddaş 128, 256 və 512 GB ilə istehsal olunur. Batareya həcmi 7000 mAh-dır və silikon karbon materialdandır. Yüksək batareya sahibdir. Oyun təcrübəmi izləyə bilərsiniz. On dəqiqə tamamdır və ortalama 1 ya 2% batareya sərf edir. Yaxşı nəticədir. Honor X8D'nin əsas kamerası 108, geniş 5 və ön 16 megapikseldir. Çəkilən nümunə şəkil və videolara baxa bilərsiniz. Arxa və ön kamera Full HD 30 FPS video çəkilişi qeydə alır. OIS və EIS yoxdur. Honor X8D modelində video çəkiliş zamanı səs yazma bu cür yazılır və video yaxınlaşması cəmi 8 dəfədir. Honor X8D haqqında bu qədər. Suallarınız varsa yoruma yaza bilərsiniz. Növbəti videolarda görüşənədək. Hələlik.